Davam edirik. Deməli, ən təhlükəli mövzulardan biri də budur ki, elə-belə məsələsi. Biz nə vaxt biləcəyik ki, bu zərfi əvəz edir, yoxsa özünədir və s. Baxın, biz ümumiyyətlə belə bir dostluq əlaqəsi öyrənməliyik ki, yadımıza saxlayırıq ki, hər zaman şagirdlərə dediyim bir şey var ki, feilin dostu uşaqları zərfdir. Sifət və sayın dostu isə isimdir. Siz bu dostluq əlaqəsini birinci öyrənməlisiniz. Bunu biləndən sonra mən deyirəm ki, elə danışma sözündə, əgər danışma feildirsə, feilin də dostu kimdir? Zərf. Demək ki, burada elə zərfi neyəcək? Əvəz edəcək. Deməli, zərfi əvəz edir, düzdür? Burada sinif isimdir. Əgər bu isimin də dostu ya sifətdir, ya sayın. Əgər mən eləyim necə sual verirəmsə, deməli onun dostu burada sifət imiş. Sifəti neyəyib? Əvəz edir. Düzdürmü? Düzdür. Amma bilirsiniz problem hardadır? Sual belə verir. Deyir ki, elə danışma sözündə elə hansı nitq hissəsidir? Demir ha, nəyə əvəz edir? Deyir, özü hansı nitq hissəsidir? Bu halda siz desəz ki, zərfdir, onda yanlış olacaq. Çünki elə burada özü nitq hissəsi olaraq əvəzlikdir. Yəni, bu tam özü əvəzlikdir. Baxın, yəni siz özünüz kimsiniz? Özünüzsünüz. Düzü kiməsə bənzəyə bilərsiniz, kimisə əvəz edə bilər, amma siz özünüzsünüz. Bu da nə olsun ki, bunu əvəz edir, amma özü ilə nədir əvəzdir. Amma sən nəyə əvəz edir? Hə, bu halda deyəcək, zərfi eyni zamanda sifətdir, amma özü ilə əvəzdir.